Demək, bugün Respublikada təhlükəli tullantılarla bağlı və tibbi tullantılar, təhlükəli tullantılar, ümumiyyətlə, yəni bunların ətraf mühitə pərakəndə formada atılması ilə bağlı dəfələrlə tədbirlər keçirilib. Amma yəni bugün bəzi səhiyyə ocaqları deyək, şirkətlər, ümumiyyətlə bəzi işbazlar var, buna riayət eləmirlər. Demək, baxın, bütün hər yer tibbi tullantı açıq formada. Baxın, hal-hazırda, yəni burada hətta vərəm əleyhinə belə, yəni dərmanlar yazılıb üzərinə, yəni salafanın hamısı tibbi tullantı salafanlarıdır, baxın. Bu qara salafanlar, içərisi də tibbi tullantılardır, pərakəndə formada. Və elə baxıram ki, burada da demək, bu ağaclar da hətta yəni kökləri yerindədir və bunlar niyə çıxarılıb yaş gözdə, demək, gətirilib, atılıb bura. Hətta bu tullantılar olan yerdə bunları da baxın, hamısı dərman şüşələri, fikir verin, demək, biabırçı bir mənzərə. Göyçay rayon mərkəzi xəstəxanası və araşdırmağa ehtiyac var.